Nadir Şahın ölümünün ardından imperiya parçalara bölündü. Bu zaman Azərbaycan ərazisi də xanlıqlara parçalandı. Bunun ardından Azərbaycan xanları Azərbaycan hakimiyyəti üçün mübarizəyə başladılar. Başlıca Azərbaycanı birləşdirmək siyasəti yeridən iki xanlıq Quba və Qarabağ xanlığı olmuşdur. Quba xanlığının apardığı başlıca müharibələr belədir. İlk növbədə Quba xanı Hüseynəvi xan Qacarlar və Rusiyayla münasibətlər quraraq Azərbaycanı birləşdirmək istəyirdi. 1757-ci ildə o Savyana yürüyüş edərək buranı xanlıq torpağına qatdı. Ən ciddi müharibələr isə 1758-ci ildə Hüseynəvi xanın ölümündən sonra başladı. Onun ardından 22 yaşlı oğlu Fətəli xan taxta keçdi. Fətəli xan genişləmə siyasəti yürüdən qüdrətli bir xan idi. Onun ilk müharibəsi də Dərbənd oldu. Həm atasının 7-si günü Dərbənd hakimi Məhəmməd Hüseyn xanın qardaşı Ağarazi Qubanın Bərməş mahalına hücum etdi və 200 ailəni Şirvana köçürdü. Fətəli xan buna qarşı ordusunu topladı və Şirvana hərəkət etdi. Baş verən toqquşmada Ağarazi öldürüldü və ordusu da məğlub oldu. Daha sonra Dərbənd hakiminin əhaliyə ağır vergilər qoyması, göz çıxartma kimi qəddarca zülmlər etməsinə qarşı Fətəli xan burada xeyri tərəfdar topladı. 1760-cı ildə bu hərəkətə keçərək möhkəm Dərbənd qalasını öz tərəfdarları sayəsində aldı. Xan daha sonra böyümək üçün nikah siyasətindən də istifadə etdi. 1767-də bacısı Xədicə Bikəni Bakı hakimi ilə evləndirərək Bakının siyasi təsirini aldı. Əsir Dərbənd xanını da 1768-dəki ölümünə qədər burada saxladı. Fətəli xan daha sonra gözünü Şamaxıya dikdi. Şamaxı yeni və köhnə olmaqla iki yerə bölünmüşdü və strategik olaraq güclü bir xanlıq idi. Fətəli xan da bunun asan olmayacağını bilirdi. Daha sonra 1761-də də iki hakimiyyətliyin bitməsi Şamaxını daha güclü etmişdi. Fətəli xan hücuma keçərək Şamaxının Müci qalasını aldı. Şamaxı xanı ağası ərazi verəcəyini bildirərək Mücini geri qazandı. Ancaq Şamaxı hakimi bəzən bəhanələr və bəzən də güclü Şəki hakiminə arxalanaraq ərazi vermirdi. Nəticədə 1768-də Quba və Şəki xanlığı Şamaxını bölməyə qərar verdi. Şamaxı xanlığı mayda başlayan müharibəyə sadəcə iyun ayına qədər tab gətirə bildi. Daha sonra təslim oldu. Şamaxı xanı ağasının gözləri çıxarıldı. Qoca və Məhəmməd Səid xan isə bir müddət həbsdən sonra azadlığa buraxıldı. Fətəli xan bundan başqa avarlar, Dağıstan feodalları və digər Azərbaycan xanları ilə də çox sayda müharibələr yeritdi. 1789-da Gürcü Çarı İraq və Cənubi Azərbaycana birgə yürüyüş planı qurduğu görüşdə qəfil xəstələndi. İraq tərəfindən zəhərləndiyi güman edilən xan daha sonra bacısı Xədicə Bikənin yanına Bakıya gəldi. 1789-22 martda isə o həyatını itirdi. Onun ardından taxta çıxan oğlu Şeyxəli xan bir tərəfdən Azərbaycan xanlıqları ilə, bir tərəfdən də Rusiya ilə uzun müddət mübarizə apardı. İlk öncə Rusiya tabeyini qəbul edən xan daha sonra bundan imtina edərək Ruslarla uzun müddət mübarizə apardı. Ancaq Qubanın işğalını və xanlıq sisteminin ləğv olunmasını önləyə bilmədi. Qarabağ xanlığının qurulması 1747-ci ilə dayanır. Nadir Şah Əfşarın ölümündən sonra yaranan siyasi boşluqdan istifadə edərək Tabanşir tayfasının başçısı Ənahəvi xan öz müstəqilliyini elan etdi. Tabanşir və 24 tayfaları bu zaman xanlığı ordu və təmin edən əsas türk tayfaları idi. Ənahəvi xan ilk növbədə yerli feodallarla mübarizə aparıb daxili sabitliyi təmin etməyə çalışırdı. O xanlığın müdafiəsini gücləndirmək üçün Bayat qalasını 1748-də, Şahbulaq qalasını 1752-də və ən güclü qala olan Şuşa qalasında 1758-ci ildə tikdirdi. Ənahəvi xan həmçinin Nadir Şah tərəfindən Xorasana və Civana sürgün edilmiş Kəbirli, Tabanşirli, 32-lər kimi üst tayfalarının Qarabağa qayıtması üçün şərait yaratdı. Bu tayfalar Nadirin şah seçilməsinə qarşı çıxıb Səfəvi hakimiyyətini istəyən tayfalar idi. Ənahəvi xan da daha sonra Azərbaycanı birləşdirmək üçün güclü Şəki hakimi Hacı Səbəbi və Gəncə xanlığı və Fətəli xan Əfşar və digər xanlıqlar və müharibələr apararaq bəzi xanlıqların torpaqlarının da bir qismini öz xanlığına qatmışdır. Xanlığı zəiflədən isə ən güclü rəqibləri olan Fətəli xan Əfşar və Kərim xan Zənd olmuşdur. Xan daha sonra Fətəli xan Əfşara qarşı Kərim xan Zənd və müttəfiq olmuş, bəzi mənbələrə görə döyüşdə
Bəzi mənbələrə görə isə Kərim xan Zəndini xəyanət edib, onu əsir alması və əsirlikdə Şirazda həyatını itirmişdir. Əslən, qüdrətli və çox saylı orduya sahib olan xanların birləşərək Rusiyaya qarşı qoymaması və öz aralarında çəkişməsi Rusiya üçün də Azərbaycanın işğalını qaçılmaz bir fürsət etmişdir.